bugün sizlerle birlikte FNAF 4 oynuyoruz. Çok korkulu bir mahnısı var. Ama bugün bu oyunu oynayıp ben korkana kadar bu video devam edecek. Korkulu mahnısı var. Yani belə düşünün bunu. FNAF 4 ama korksam video biter kimi bir şey. Allah Allah. Ciddi misin oğlum? İndi təzə oyun başladıram dostlar. Görəyəm qorxacam mı? 5 gün partiden 5 gün əvvəl. Bu nədir dostlar? Dostlar səsləri də gəlir. Bilmirəm mənim səsim düzgün gəlir yoxsa yox. Amma yenə də baxarsınız. İndi dostlar bunları keçəcək. Bu nədir? Kapını açsın deyirik, ağlayırıq sonra. Niyə? Niyə ağlayırıq ki dostlar? Gecə 1. Bəli dostlar, gecə 1'ə başladık. Sol üstə yazır gecə 1. İndi dostlar bu oyunu necə oynayacağımızı da göstərir. Qapılara 2 dəfə qapılara tərəf toxunsaq, qapılara gedirmişik. Arxamıza dönsək, arxamıza belə dönürmüşük. Arxamıza belə dönürmüşük. İndi qapılara baxaq. Nəsə yazır dostlar. Deyir dostlar, diqqətli qulaq as. Əgər nəfəs alma səsi eşidirsənsə qapını bağla. Qapını bağla düyməsinə basılı tut. Oldu. Başqa nə istəyirsən? Hər neysə. Dostlar. Bu indi çox qorxulu oyun ola bilər. Amma biz də qorxmuruq yəni. Niyə qorxuruq ki? Evdə tək ol. Dostlar səs gəldi nəsə. Evdə tək olsam belə niyə qorxuram ki? Demirəm. Sadəcə bir oyun. Oyundur da dostlar. Demirəm. Sadəcə bir oyundur. Arxamızda niyə Freddy'nin oyuncağı var? Dostlar, belə serinin davamı da gələ bilər. Belə serilərin davamı da gələ bilər dostlar. Əgər istəsəz. Like atıp abone olmağı unutmayın dostlar. Həm də çünki biz həm də canlı yayın açmalıyıq dostlar. Ona görə də abone olmağı qətiyyən unutmayın. Heç bir şey gəlmədi. Dostlar gecə 1'dir deyə heç bir şey gəlmir. Dostlar biraz kulaq asın bu səsə. Əslində heç bir səs gəlmir. Düz demirəm. Heç bir səs gəlmir. Bu nə səs idi dostlar? Dostlar səs gəldi. Kimsə danışdı. Mən birdən tırsmaya başladım dostlar. Hər an bir şey jumpscare atacaq kimi gəlir. Saat 3'dəyik. Saat 3'dəyik. Olur dostlar.
Gördünüz? Canavar var idi orada. Oyuncaq. Ayak səsi gəldi dostlar. Dostlar gördünüz? Dostlar göz var idi orada. Oha. Dostlar bu biraz çok korkulu oldu. Bismillahirrahmanirrahim. Niye korkuram ki dostlar mən? Yani hiç korkulu değil ki. Düz demirəm dostlar. Dostlar ses eşittim burada. Ona göre bağladım. Asıl bir şey asacağım. Bismillahirrahmanirrahim. Oh, oh. Dostlar ürəyim düşürdü. 2 dənə dostlar. 2 dənə var idi. Neçə dənə olacaq görəsən? Oy dostlar. Kulakları var idi bu dəfə bunun. Amma birisi qapqara idi. Demirəm. Dostlar bu biraz çok korkulu oldu. Ses gelir. Dostlar ses gelmiyor. Ben bunun məntiqini anladım ediyəsən dostlar. Arkamıza bakmalıyıq. Arkamızda eğer bir balaca canavar olsa onları işi tutup qasırdacağıq. Qapıları diqqətlə dinləyirik. Nefes alma sesi gelmirse qapılardan işığı açırıq, ora baxa bilərik dostlar. Amma nefes alma sesi gəlsə qapını bağlamalıyıq. Burada da elədir. Dostlar, ne oldu? 6:00 diyesen birinci gecəni bitirdik dostlar. Birinci gecəni bitirdik. Yani hiç korkmadım. Qətiyyən qorxmadım. İndi nə oldu dostlar? İndi də belə bir şey gəldi. Balaca oyun gəldi deyəsən dostlar. Dostlar, bu əslində buna qorxmaq sayılmaz dostlar. Ürəyim düşdü dostlar. Ho ho ho. Ho. Aslında buna korkmay sayılmaz. Buradan in yazıyor ki dostlar. Oo dostlar. O bize taraf gelir. Ama biz onu öldürmeye icazə verməməliyik. İstəmirəm. Dostlar bunu deyəsən X'in üstünde dayandırmalıyıq. Tamam. Bunu necə başaracağıq ki? Kaldı X'in üstünde. Deyəsən bunda da ayak səs gələcək dostlar. Dostlar əgər FNAF'ın başqa oyunlarını da oynamamı istəyirsə, məsəl üçün Sister Locations-da. Amma dayı mənə deməyin Security Breach-də də oyna. Onları necə oynayım mən? Security Breach oynayanmaram təbii ki də. Yox. FNAF 1, FNAF 2, FNAF 3, FNAF 4 elə bir şeylər oynaya bilərəm dostlar. Sister Location, sonra
Simulator zaten. Onları oynayabilirim 6 tane oyunu. Ne oldu ki? Ne oldu ki indi dostlar? Ben hiçbir şey anlamadım. Dostlar bu videoda sadece 2 gecəsini oynayacağıq. Əgər devamını gəlməsini istəyirsinizsə, təbii ki də yaza bilərsiniz FNAF 4-ün devamı gəlsin. Ya da hansı oyunu FNAF-ın hansı oyunu dostlar nasıl ses çekerek din. Dostlar buradan nefes alma sesi geldi. Burada kimse var dostlar. Ama çok korkuram. Uhu. Uhu. Ses kim yazıyor? Anam çok korktum bir anda. Acayip korktum. Acayip korktum. Dostlar diyesem video bu kadar idi. Oy da dostlar yüreğim düştü. Ben de deyirəm ne ol be. Dostlar niye bu oldu sizde? Bunu yazarsınız da zahmet olmasa ve neyniyəcək indi? Dostlar oynayamadık. Yani 2 gecəni bitirəmədik. Bu video burada bitib dostlar. Çünkü korktum yani. Sağ olun, salamat qalın. Bu video biraz kısa olsa belə heç nə olmaz. 11 dəqiqə, 12 dəqiqə yaxşı şeydir. Yaxşı ola bilər. Dostlar, sağ olun, salamat qalın və FNAF-ın başqa oyunlarının bu kanala gəlməsini istəyirsinizsə, aşağıya yaza bilərsiniz. Yazmaya da bilərsiniz. İstəsiniz sadəcə like atıb abunə olmağı da unutmayın. Başqa oyunlar oynamamı istəyirsinizsə də yaza bilərsiniz və ya bu oyunun davamını gəlməsini istəyirsinizsə yaza bilərsiniz. Sağ olun, salamat qalın. Bye.